İsraillə İran arasında 10 gündən çox davam edən müharibə nəhayət ki, atəşkəslə nəticələndi. Əslində tərəflər arasındakı bu razılaşma o qədər də asan başa gəlmədi. Çünki ötən gündə Amerika Birləşmiş Ştatları prezidenti Trumpın təşəbbüsü ilə atəşkəs elan olundu, lakin bu cəmi 3 saat çəkdi. Bəs indiki razılaşmanın müddəti nə qədər ola bilər? Ümumiyyətlə, İsrail-İran müharibəsinin nəticələri necə proqnozlaşdırılır? Bütün bunları millət vəkili Ceyhun Məmmədovla birlikdə müzakirə edəcəyik. Salam Ceyhun müəllim, xoş gördük sizi. Ceyhun müəllim, hal-hazırda bir sakitlik hökm sürür. Əvvəlcə soruşmaq istəyərdim ki, ümumiyyətlə, bunu belə deyək ki, müddətli bir atəşkəs rejimi hesab eləmək olarmı? Konkret olaraq tərəflər arasında barış gözlənilirmi? Biz hesab edirəm məsələyə belə baxmalıyıq. Yəni, İran özünün əbədi düşmanı olaraq İsraili görür və İsrail də özünün bölgədə təhlükəsizliyini ən çox təhdid edən ölkə kimi İranı görür. Yəni, bu mənada bu tərəflər arasında daimi sülhün olması barədə düşünmək çətindir. Yəni, bu mümkün olmayacaq. Mən əksinə düşünürəm ki, biz yaxın zamanlarda yenidən növbəti qarşıdurmaların şahidi ola bilərik. Əslində, bugün dünyada həm də bu hadisə ilə yeni bir president yaradıldı ki, artıq dövlətlər özləri birbaşa hücumları həyata keçirirlər. Yəni, əvvəlki dövrdə BMT-nin hansısa bir qətnaməsi olurdu, ümumi bir razılıq olurdu. Artıq beynəlxalq hüquq işləmir. Hansı dövlətin hansı dövlətlə bir problemi varsa, özü birbaşa bu proseslərə müdaxilə edir. Bəli. Və o mənada bu bir növbəti bir mərhələ idi. Yəni, İran-İsrail münaqişəsinin bugündən sonra da baş verə biləcək mərhələlərindən biri idi. Bir müddətdən sonra yenə biz bu cür qarşıdurmaları görə bilərik, qısa müddətli müharibələri görə bilərik. Çünki tərəflərdən heç biri öz məqsədinə tam nail ola bilməyib. Yəni, müəyyən infrastruktura zərbələr olsa da, İran tərəfində çoxlu sayda hərbiçi, nüvə alimi qətlə yetirilsə də, İranın kadr bazası çox zəngindir. Yəni, onlarda bu sistem elədir ki, hər bir kadrı əvəz edə biləcək növbəti bir kadr var. İsraildə də müəyyən infrastruktura zərbələr oldu. Hazırki dönəmdə bəli, bu razılıq əldə olundu. Düşünürəm ki, razılıq hər iki tərəfin marağındadır. Amma hər iki tərəfdə növbəti mərhələdə daha da güclənmək, daha da imkanlarını genişləndirmək və öz baxışların nöqteyi nəzərindən desək, düşmənini məhv etmək üçün yeni planlar üzərlərində işləyəcəklər. Ona görə burada hansısa davamlı sülhdən bugündən sonra regionda gedə bilməz. Biz əksinə regionda növbəti mərhələdə də bu cür qarşıdurmaları görəcəyik və o mənada regionumuz və dünyamız olduqca mürəkkəb bir mərhələyə daxil olur. Ceyhun müəllim, biz ümumiyyətlə bu məsələdə deməli hər iki tərəfin, həm İsrail tərəfinin, həm də ki İran tərəfinin rəsmilərinin fikirlərini belə deyək ki, baxdıq. Onlar özlərini bu müharibədən, 12 günlük müharibədən belə deyək, qalib çıxdıqlarını elan edirdilər. Hər iki tərəf də bunu belə bəyan edirdilər. Əslində vəziyyət necə idi? Yəni bu 12 gündə tərəflər nə qazandı? Bilirsiniz, biz indi təbii ki, heç bir tərəf tutmadan məsələyə mövqeyimizi bildiririk. Obyektiv yanaşsaq, İran tərəfindən məsələyə baxsaq, əslində yanaşmalar ondan ibarət idi ki, burada iki hədəf var idi. Bir, dünyada müzakirə olunan İranda hakimiyyət dəyişikliyinə nail olmaq. Ümumiyyətlə, mən bunu dəfələrlə qeyd etmişəm və bugün də baxıram, bəzi müzakirələr gedir. İranda dövlət sistemi çox güclüdür. Ümumiyyətlə, dövlətlərin güclü olmasında ideologiyalar çox böyük rol oynayır. Hər iki dövlətin güclü ideologiyası var və hər ikisi dövlətdə din mühüm rol oynayır, dini inanclar mühüm rol oynayır və eyni zamanda milli ideologiya mühüm rol oynayır. Yəni, bugün həm İsrailin, həm İranın güclü olmasında ideologiyaların rolu olduqca önəmlidir və bu özünü hərb meydanında da göstərir. Yəni, yanaşma ondan ibarət idi ki, İranda hakimiyyət dəyişikliyi
bu baş vermədi və mən düşünürəm ki, əksinə İranda hakimiyyət daha da gücləndi və daha da güclənəcək. Yəni İranda yaxın vaxtlarda, yaxın dövrdə hansısa bir sistem dəyişikliyi barədə düşünmək ən azından mən düşünürəm sadəlövhlükdür. Çünki bu sistem çox güclü bir sistemdir və bu qədər hadisədən sonra ayaqda durmaq da bu sistemin dövlətçilik ənənələrinin, ideologiyanın nə qədər güclü olduğunu göstərir. Yəni hədəsini ortaya qoya bildi. Bəli. Eyni zamanda çevik idarəçiliyin, kadr bazası çox önəmlidir. Yəni baxın, bir kadr dünyasını dəyişən kimi onun yerinə əlavə təyin edə biləcək kadrlar var. Yəni bu sistem bunu yetişdirir. Ona görə də birinci məsələ odur ki, bu hakimiyyət dəyişikliyinə nail olunmadı. İkinci bir məsələ isə nüvə silahı ilə bağlı. Əslində İran gözləyirdi ki, ona qarşı hansısa hücumlar olacaq və bu hücumlara hazırlaşmışdı və çox böyük ehtimal və proseslərin də təhlili göstərir ki, İranın nüvə arsenalına hansısa bir ziyandan söhbət gedə bilməz. Çünki bunların bəziləri məlum idi, bəziləri məlum deyildi və bunların daşınması ehtimalı çox yüksəkdir. Və o mənada yəni İran tərəfi yəni həm hakimiyyətin ayaqda qalması, həm özünün demək nüvə zənginləşdirməsi istiqamətində addımlarına yeni şəraitin və imkanın yaradılması baxımından özünü qalib hesab edir. Yəni əslində mən düşünürəm ki, bəlkə də hücum olmasa idi, danışıqlar davam etsəydi, İranla daha çox nəticələr əldə etmək olardı, nəinki indi. İndiki dövrdə İran tərəfinin də tələbləri fərqli olacaq və açıqlamalar da gəlir və onlar bu nüvə məsələsində israrla davam edəcəklər. İranın daxilində bəli, xeyli hərbi hissələr vuruldu, zabitlər qətlə yetirildi, texnika sıradan çıxarıldı. Amma İran buna tarixən öyrəşmiş bir ölkədir. İran buna hazır olan bir həm psixoloji baxımdan, həm sistem baxımdan, həm hərbi baxımdan hazır olan bir ölkədir və o mənada yəni İranın müəyyən mənada zəiflədilməsi baş versə də İran bir müddətdən sonra bunu bərpa etmək imkanına malikdir. Yəni belə deyək, bu hücumlar müəyyən bir dövr üçün keçərlidir, amma bu prosesin qabağını tamamilə almaq üçün yetərli deyil. Və təbii ki, İsrail də o mənada məsələyə qələbə qazandığı prizmasından yanaşır ki, çoxlu sayda nüvə alimini qətlə yetirib, çoxlu sayda hərbiçiləri qətlə yetirib, hava hücumundan müdafiə sistemlərini dağıdıbdır. Və ona görə hər iki tərəf öz fikirlərini bildirir. Amma mən düşünürəm ki, burada qələbədən danışmaq tezdir. Hər iki tərəf duruş gətirə bildi, amma hər iki tərəfində çoxlu itkiləri oldu. Bəs burada Amerika Birləşmiş Ştatlarının mövqeyini harada qoya bilərik biz? Çünki proseslərə sonunda o da qarışdı. Yəni, əslində, belə deyək, mən düşünürəm ki, hazırki bu proseslərdə Amerika Birləşmiş Ştatları özünün rolunu çox qabartmağa çalışsa da və indiki durumda bir müddətdən sonra da bu proseslərin qarşısını almaq çətin olacaq. Yəni, məsələ nədir? İsrail bölgədə özü üçün ən ciddi təhdid gördüyü iki ölkə var. Bu ölkələrin yəni, mütləq əksəriyyəti sıradan çıxarılıb, tutaq ki, Suriyadır, artıq zəiflədilib. Yəni, bugün bölgədə güclü ölkə İrandır, Türkiyədir. Bunların hər ikisi İsrailə fərqli bir yanaşma ilə seçilirlər. Və İran hesab edir ki, İsrail işğalçıdır və bu torpaqlardan çıxmalıdır və İsrail dövləti yəni, işğal əsasında yaranmış bir dövlətdir. Bu, demək ki, İranın yanaşmasıdır. İsrail isə qeyd etdiyim kimi özünə təhlükəni demək, İranda görür və Amerika Birləşmiş Ştatları da özünün müttəfiq olan İsraili dəstəkləyir. Və bu dəstək olub və bu dəstək hər zaman olacaq. Amma proseslər ona gedir ki, bir müddətdən sonra Amerikanın da bu məsələlərə müdaxilə imkanları zəifləyəcək. Yəni, artıq dünyamız xaos mərhələsinə, xaos dövrünə daxil olur. Yəni, bu dəstək davam edəcək. Təbii ki, Amerika Birləşmiş Ştatları da narahat idi. Çünki
proseslər onun əleyhinə çevrilməkdə idi. Yəni söhbət ondan gedir ki, bizim əslində mətbuatda daha çox Qətər barədə söhbət getdi. Amma İran Suriyanı da vurmuşdu, İraqı da vurmuşdu, Qətəri də vurmuşdu və kəşfiyyat məlumatları var idi ki, İran digər ölkələrdə də aviabazaları vura bilər. Hürmüz, yəni o boğazının bağlanması ilə bağlı müəyyən addımlar atıla bilər və o mənada yəni burada həm böyük resurs xərcləndi. Yəni müharibə sadə bir məsələ deyil. Hər iki tərəf hər gün milyonlarla vəsait xərcləyirdi və tərəflərin milyardlarla itkisi olduğu da bugün qeyd olunur. Və o mənada yəni ola bilərdi ki, digər dövlətlər bu münaqişəyə qoşulsun, proses digər ölkələrin ərazisinə keçsin. Ona görə Amerika Birləşmiş Ştatları ən qısa vaxtda artıq müəyyən addımlar atıldıqdan sonra sərt ritorika ilə bu məsələyə müdaxilə etməyə çalışdı. Bilirsiniz ki, dünən Amerika Birləşmiş Ştatları prezidentinin xüsusilə də İsrail rəhbərliyi ilə mediada gedən bir sərt danışığı olmuşdu. Çünki prosesin uzanması bölgədə və dünyada çox ciddi proseslərə aparıb çıxara bilərdi. Hazırki mərhələ üçün bu proseslər dayandırıldı, amma hesab edirəm ki, hələ qarşıda biz bir çox bu cür qarşıdurmaların şahidi olacaq. Ceyhun müəllim, İran parlamenti Tehranın Atom Enerji üzrə Beynəlxalq Agentliyinə əməkdaşlığın dayandırılmasına dair artıq belə deyək ki, qanun layihəsini təsdiqləyib. Sizcə dayandıra bilərsə nələr baş verə biləcək? Yəni bilirsiniz, mən ona görə deyirəm ki, ox artıq yaydan çıxıb. Yəni söhbət ondan gedir ki, danışıqlar gedirdi. Bəli. Düzdür, bu danışıqların nəticə verməsi ehtimalı da o qədər çox deyildi. Çünki İran üçün yeganə çıxış yolu nüvə silahına nail olmaqdır. Ona görə də yəni mən düşünürəm ki, hazırki məqamda geosiyasi proseslər fonunda, hadisələr fonunda İran mövqeyini biraz da gücləndirəcək və maksimum dərəcədə çalışacaq ki, uranın zənginləşdirilməsi istiqamətində addımlarını sürətləndirsin. Artıq İran buna yaxındır. Ona görə düşünürəm ki, mən ona görə bayaq dedim ki, bəlkə də danışıqlar daha effektiv ola bilərdi. Nəinki bu itkilər. Yəni bu artıq elə bir mərhələyə gəldi, çıxdı ki, artıq İran da bu məsələdə öz dirənişini nümayiş etdirəcək və öz mövqeyini ortaya qoymağa çalışacaq və bundan geri addım atmayacaq. Yəni son bəyanatlar, son açıqlamalar da onu göstərir ki, İran hansısa bir güzəştdə getmək niyyətində deyil, əksinə mövqeyini daha da sərtləşdirir və bunu biz növbəti günlərdə də açıq şəkildə görəcəyik. Yəni bu qədər itkilərdən sonra, bu qədər hücumdan sonra, bu qədər demək texnikanın, avadanlığın sıradan çıxarılmasından sonra İranın hansısa güzəştə getmə ehtimalı çox aşağıdır. Mən düşünürəm ki, artıq bilirsiniz məsələ nədir? Artıq İrana təzyiq etmək üçün imkanlar və resurslar da tükənmək üzrədir və azalmaq üzrədir. Bu da ciddi bir məsələdir. Yəni artıq hücum edildi, dağıdıldı və indi yenidən danışıqlar, o artıq düşünürəm ki, o qədər də effektiv olmayacaq. Ona görə də mən düşünürəm ki, bir müddətdən sonra biz yenidən gərgin hadisələrin şahidi ola bilərik. Boğazı bağlanarsa, ümumiyyətlə, iqtisadi baxımdan bunu iqtisadçılar deyir ki, iqtisadi böhran yaşana bilər və siyasi baxımdan nələr baş verə bilər? Yəni, bilirsiniz ki, Hörmüz boğazının bağlanması, yəni biz onu qeyd etdik, sıradan bir məsələ deyil. Yəni, bu olduqca strateji bir boğazdır və bu boğazdan bütün ərəb ölkələri demək olar ki, yaxın şərq ölkələri istifadə edir. Və bilirsiniz ki, burada ən çox itkisi olacaq ölkələrdən biri də Çindir. Yəni, hətta bilirsiniz ki, mediada da İran tərəfinə Çinin öz mövqeyini açıqladığı bildirildi. Yəni, ona görə bu boğazın bağlanmasını İran həyata keçirə bilər. İran bu kimi məsələlərdə həmişə öz radikallığı ilə seçilib, düzdür. Əksər ekspertlər bunu mümkünsüz hesab edir. Mən hesab edirəm ki, bu münaqişə dövründə İran əlində olan bütün silahlardan, bütün rıçaqlardan istifadə etmədi. Bir hissəsini saxladı
Və burada məsələ belədir. Siz bəzən elə düşünürük ki, elə müharibə birdən başladı. İllərdir İsrail də, İran da müharibəyə hazırlaşır. Hər birinin A, B, C, Y müxtəlif variantları var ki, hansı halda nə edəcək. Hər birinin kəşfiyyat məlumatları var. Hər biri növbəti mərhələdə nəyi edəcək, onunla bağlı plan var. Yəni, proses davam etsəydi, İran bu addımı ata bilərdi, yəni buna gedə bilərdi. Və bunun da təbii ki, çox ciddi fəsadları olacaqdı. Yəni, söhbət ondan gedir ki, əslində neft qiyməti, qazın qiyməti məsələsi var. Yəni, bu həm də ölkələr arasında gərginliyin artmasına daha da çox təsir göstərə bilərdi. Yəni, ərəb ölkələri buradan özlərinin qazlarını, ta ki, neftlərini ixrac edir. Hər gün burada yəni, deyə bilərik ki, dünyanın ticarət dövriyyəsinin böyük bir hissəsi bu ərazidən keçərək baş verir. Yəni, yüklərin daşınması da var burada. Okeanlar arasında, dənizlər arasında əlaqələr baxımından bu xüsusi önəm daşıyan bir layihədir və bir boğazdır daha dəqiq edəcək. Ona görə bunun bu formada davam etməsi həm dünyamız üçün, həm də yaxın şərq üçün heç də yaxşı, heç nə vəd etmirdi. Biz əslində bu prosesin bizə də ciddi təsiri var. Ona görə rəsmi Azərbaycan öz mövqeyini bildirmişdi. Yəni, hazırki dönəmdə proseslərin dayanması çox yaxşı oldu. Yəni, biz müəyyən bir dövr üçün çox ciddi qarşıdurmalardan, çox ciddi təlatümlərdən xilas oldu. Yəni, İran məcbur qalsaydı və özünün artıq başqa yolu olmadığını görsəydi, bu addımı mütləq şəkildə atacaqdı və bu da region dövlətləri arasında, dünya dövlətləri arasında çox ciddi bir-birini ittihama, qarşı durmaya, hətta başqa dövlətlərin də müharibəyə müdaxiləsinə aparıb çıxara bilərdi. Yəni, burada əslində bu prosesi çox dövlətlər diqqətlə izləyirdilər. Yəni, İran həm Rusiya ilə əlaqələrə malikdir, düzdür, Rusiya, Ukraynaya baş qarışsa da Çin faktoru var, Şimali Koreya faktoru var. Ona görə yaxşı oldu ki, ilkin mərhələdə dayandı. Bəs İranın özü üçün bu Hörmüz boğazının bağlanması hansı fəsadlar yarada bilərdi daxildə? Yəni, İranın özü üçün də müəyyən fəsadlar yarana bilərdi, amma İran öz ehtiyatını təmin etmiş ölkədir. Yəni, İran bunun nəticələrini əvvəldən planlamış və ona hazır olan bir ölkədir. Mən ona görə deyirəm ki, İran artıq o qədər müharibə görüb, o qədər embargolar yaşayıb ki, artıq onlar bu prosesdə kifayət qədər təcrübəyə malikdirlər. Təbii ki, İran da bundan ziyan görəcəkdi, zərər görəcəkdi. Amma İranın əlində başqa rıçarx yoxdursa, yəni başqa təzyiq aləti yoxdursa, vəziyyətdən çıxmaq üçün başqa yol yox idisə, bu addım atıla bilərdi. Yəni, ehtimal az idi, amma məcbur olub ata bilərdi. Yəni, bilirsiniz ki, hətta parlamentdə bununla bağlı müzakirə də getdi, hüquqi əsas yaradıldı və bu bir xəbərdarlıq idi. Yəni, bu İrana da təsir göstərəcəkdir, amma İran bu məsələləri artıq öyrəşib. Yəni, İranın siyasəti odur ki, davamlı onlar müharibəyə hazırdır. Onların ərzaq ehtiyatı da var, qida ehtiyatı da var, başqa məsələlər də var. Düzdür, onlar əsas vəsaiti neftdən, qazdan əldə edirlər, embargo olsa da, amma yenə də İran bu prosesə hazır bir dövlət kimi bugün də özünü göstərir. Aydındır. Son olaraq bir məsələndə soruşmaq istəyərdim. Siz bilirsiniz ki, ümumiyyətlə artıq illərdir ki, Amerika Birləşmiş Ştatları İrana sanksiyalar tətbiq edir və İran da çalışır ki, bu sanksiyalardan xilas olunsun. Hansı məqamda, hansı şərtlər əsasında Amerika Birləşmiş Ştatları sanksiyanı aradan qaldıra bilər? Yəni, mən düşünmürəm ki, birinci İran özü bu sanksiyalardan artıq barışıb və öz həyatını da buna uyğun qurub və dövlətini də buna uyğun qurur və öz ehtiyaclarını da əslində təmin edir. Yəni, İranın hazırki siyasəti belədir ki, onlar Amerika Birləşmiş Ştatlarının heç bir tələbini yerinə yetirmək niyyətində deyirlər. Yəni, əgər İran müstəqil siyasət yeritməkdən imtina edərsə, Amerikanın müəyyən şərtləri var. Yəni, uranın zənginləşdirməsindən imtina edərsə,
belə olduğu halda hansısa müəyyən güzəştlərdən söhbət gedə bilər. Amma mən bayaq da dedim, bu qədər itkidən, bu qədər qarşı durmadan, bu qədər baş verən hadisələrdən sonra artıq danışıqlar üçün heç bir yer demək olar ki, qalmayıb yaxın müddət üçün. Ona görə sanksiyaların götürülmə ehtimalı çox zəifdir. Proses bu formada davam edəcək. İran da bunun, yəni bundan hansı yollarla çıxmaq mümkündür, o barədə öz addımlarını atmaqdadır. Aydındır. Çox sağ olun, təşəkkür edirəm fikirləriniz üçün. Qeyd edim ki, biz İsrail-İran arasında atəşkəs razılaşmasını müzakirə etdik. Müsahibimiz isə millət vəkili Ceyhun Məmmədov.